Ya Allah, salam aleykum, hər vaxtınız xeyirli olsun. Bugün dəyərli Məşəd Kərbəla zəvarlarımızla bahəm Həzrəti İmam Rza əleyhissalamın sadiq dostlarından olan Həzrəti Əbasət ağanın qəbrinin ziyarətinə gəlmişik. Allah ziyarətimizi qəbul eləsin. Dəyərli Rasim qardaşımız məlumat verir. Allah qəbul eləsin inşallah. Allah arzusunda olanlara nəsib eləsin inşallah. Cənazə namazını yerinə yetirdi və İmam Rza əleyhissalamın Məşhəd şəhərində dəfn elədilər. Amma dəfn vaxtında İmam Rza əleyhissalam sağlığında Əbasətə bir dua öyrətmişdi. O duanı öyrətmişdi ki, demişdi Əbasət, bu duanı bir dəfə mənim dəfn vaxtımda oxuyacaqsan, ondan sonra sənin yadından çıxacaq. Həmin o duanı İmam Rza əleyhissalamın dəfn vaxtında Əbasət oxudu. Məmun göstəriş vermişdi. Allah lənət eləsin Məmuna və atası Harun ər-Rəşidə. Harun ər-Rəşidin qəbri də Məşəd şəhərində idi. İmam Rza əleyhissalamın dəfn vaxtında Məmun göstəriş verdi ki, imamı atamın ayağının altında dəfn eləyin ki, qoy imamətin abırı aradan geçsin. Onda nə qədər Əbasət həmin duanı oxudu və öz nəfəsini torpağın üzərinə verdi. Torpaq çevrildi, oldu daş. Nə qədər istədilər qazsınlar, qaza bilmədilər. Dövr elədilər. İmam Rza əleyhissalamın ayağının altına Harun ər-Rəşid düşdü.